bir çox qəza hadisələri baş verib burada. Qaynar xəttimizə Suraxanı rayonu Hövsan qəsəbəsində sosial evlərin yerləşdiyi ərazidə yaşayan sakinlər tərəfindən şikayət daxil olub. Onlar bildirir ki, ərazidə işıq dirəkləri quraşdırılsa da, axşam saatlarında işıqlar yanmır. Bu səbəbdən də piyada keçidi görünmür. Sakinlərin sözlərinə görə ərazidə tez-tez yol nəqliyyat hadisələri baş verir. Bu yol Hövsanla sosial evlərin, Mida sosial evləri birləşdirən bir yol. Bu yol boyu nə qədər işıq dirəkləri olsa da, olmağına baxmayaraq, heç birində işıqlandırma yox. Ümumiyyətlə bu yolda işıqlandırma. Hətta burada bir piyada keçidi də var. Dəfələrlə burada qəza hadisələri baş verib. Piyada qurulması ilə bağlı, istər avtomobillərin bir-birinə toqquşması ilə bağlı bir çox qəza hadisələri baş verib burada. Məsələ ilə bağlı Suraxanı rayon icra hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimiz cavabsız qaldı. Suraxanı rayon icra hakimiyyətinə xoş gəldiniz. Zəng etdiyiniz şəxsin daxili nömrəsini bilirsinizsə, xahiş edirik tuşlayın. Bilmirsinizsə, operatora bağlanmaq üçün gözləyin. Ümid edirik ki, sözü gedən ərazidə faciə baş verməmiş, aidiyyatı qurum yolun işıqlandırılmasını həyata keçirəcək.